Çox sevərdik Allah xanımı. Elə indi də sevirik. Bütün mahnılarını çalışırdıq ki, belə biz də onunla bir yerdə oxuyaq, sözlərini əzbərləyək, musiqimizi o musiqilərini yadımıza, yaddaşımıza, beynimizə həkk etdirək. 77 yaşı var Alla Pugaçovanın. Mən də gördüm, təbii ki, siz də gördünüz. Bir neçə konsert proqramlarında belə açıq havada kimlərinsə konserti idi. Allah xanım Pugaçova da ora qatılmışdı. Əlində həsa var idi. Belə çətinliklə yeriyirdi. Həyat yoldaşı Qalkin də onu qoruya-qoruya gətirib əyləşdirirdi. Bəli, suallar yaradıb, çoxlu suallar yaradıb. Niyə, nə üçün, nə olub? Təbii ki, o da açıqlama verib. Deyir ki, yıxılıb, ağır xəsarət aldığını deyib, etiraf edib. Müğənninin sözlərinə görə o ayağını və çanaq oynağını sındırıb. Pugaçova bildirib ki, düz 4 ay ərzində demək olar ki, hərəkətsiz qalıb, bir daha ayağa qalxa bilməyəcəyini düşünüb. Bu müddətdə təşviş pozuntusu keçirib. Həkimlər isə bərpa prosesini 6 aya qədər çəkə biləcəyi barədə xəbərdarlıq edib Allıya. Yaşadığı narahatlıqların öhdəsindən gəlməkdə ona psixoloq kömək edib. Bəli, doğrudan da hal yaxşıdır, yeriyir. Mən də həmişə deyirəm, nə oldu bu qadına? Həmişə çox qıvraq olardı, şən olardı. Belə gözəl yeriməyi bacarardı. Ayaqları da elə bir ki, cavan qız ayaqlarıdır da, belə budları, baldırları əməliyyatdan çox gözəl. Hiss olunur ki, uğurlu çıxmışdı. Təbii ki, Alla Pugaçovanın 77 yaşı var və burada əlaqə nömrələri var. Umay Körpələrəvi Uşaq Bağçasının əlaqə nömrələridir. Mən xahiş edirəm, bura müraciət edin. 724 bu bağça açıqdır. İngilis, rus dili tədris olunur burada. Rəsm dərsləri keçirilir. İdman dərsləri keçirilir. Bir sözlə gözəl bağçadır. Bu bağçaya güvənə bilərsiniz. Əlaqə nömrələri görürsünüz.